Paytaxtda və ətraf ərazilərdə hazır evlər bahalaşdığı üçün insanların bir çoxu ev tikdirməyə üstünlük verir. İllərlə topladığı pulu verib torpaq sahəsi alanlar isə bəzən problemlə üzləşirlər. Məlum olur ki, ya bu sahədə tikinti aparmaq olmaz, ya da ərazi eyni anda bir neçə nəfərə satılır. Mətbuatda və sosial şəbəkələrdə də belə hallara tez-tez rast gəlirik. Bəs torpaq sahəsini hardan almaq lazımdır ki, həm qanuni, həm də ev tikmək üçün uyğun olsun? Vətəndaş özü torpağın təyinatını öyrənə bilərmi? Ekspertlər və dövlət qurumlarının tövsiyələrini təqdim edirik. Əmlak bazarında geniş yayılmış problemlərdən biri torpaq alarkən vətəndaşların aldadılmasıdır. Ev tikmək üçün torpaq alınır, amma sonradan həmin yerin başqa şəxslərə də satıldığı ortaya çıxır. Yaxud çıxarış olmur. 2023-cü ilin oktyabr ayından verilən qərara əsasən çıxarışı olmayan torpaq sahəsi üzərində tikilən evlər qaz, su, işıq kimi kommunikasiya xəttlərinə qoşulmur. O baxımdan vətəndaş hər hansısa bir fərdi yaşayış evinin inşası üçün mütləq şəkildə əldə etdiyi torpaq sahəsinin çıxarışı olmalı. Çıxarışda təyinat yaşayış məntəqələri torpaqlar olmalı. Daha sonra tikəcəyi mənzilin layihəsini çəkdirməli. Layihə çəkildikdən sonra isə aidiyyəti üzrə həmin layihənin təsdiq olunması üçün bir pəncərə sistemi ilə qurumları yönəltməli. Daha sonra həmin torpaq sahəsi üzərində fərdi yaşayış evini inşa edə bilər. Daşınmaz əmlakın dövlət kadastrı və reyestrinin departament rəhbəri Lalə Əkbərova tövsiyə edir ki, vətəndaşlar çıxarışlı torpaq aldıqda da diqqətli olsunlar. Çünki torpağın təyinatı da önəmli məqamdır. Bir sıra hallarda vətəndaşlar torpaq sahəsi əldə edirlər və üzərində fərdi yaşayış evi inşa edirlər. Lakin həmin torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olur. Bildiyimiz kimi kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müəyyən şərtlər istisna olmaqla fərdi yaşayış evinin inşası qanunvericiliyə ziddir. Vətəndaşlar torpaq sahəsi əldə etdikdə mütləq kateqoriyasına diqqət yetirməlidirlər. Bəzi hallarda vətəndaş torpağı etibarnamə əsasında alır. Bu isə həmin əmlakın sahibi olmaq demək deyil. Tövsiyə olunur ki, vətəndaşlar yalnız notarial əqd bağlamaqla əmlak alsınlar. Əmlakın çıxarışının olub-olmamasını mütləq araşdırsınlar. Bəs hazırda Bakıda torpaqların qiyməti necədir? Çıxarışlı torpaqların bir sotu minimum 3.000 manatdan başlayaraq mərkəzə doğru 500.000 manata qədər dəyişə bilir. Baha torpaqlar daha çox mərkəz ərazilərdə yol kənarı, qeyri-yaşayış obyektləri üçün yararlı torpaq sahələridir ki, bunların satış qiymətləri ortalama mərkəz ərazilərdə 100.000 manatdan 500.000 manat arası dəyişir. Mərkəz ərazidə fərdi yaşayış evinin inşası üçün yararlı olan torpaq sahələrinin bir sotu təxminən 20.000 manatdan 300.000 manat arası dəyişir. Elnur Fərzəliyev deyir ki, torpaq almağın bir yolu da bələdiyyə hərraclarıdır. Bakı və Abşeronda bələdiyyə torpaqlarının xəritəsi olmadığından hərrac keçirilmir. Yalnız Kırdalanda və bölgələrdə bu mümkündür. Vətəndaşlar bələdiyyənin hərracında iştirak edib torpaq ala, sonradan həmin torpağa çıxarış əldə edə bilərlər. Nurlan Sultanzadə, Teymur Hüseynov, Şəkərnaz Şahaliyeva, İqtisadi Zona.